neftin özünə baxaq yoldaşlar da. Siz düşünürsünüz, siz nə hardasa eşitmisiniz ki, 400 min ton 400 min barel gündə istehsal var. Yəni bazar qiyməti də indi 60 dollardır. Vurursunuz, düşünürsünüz ki, bax bu bizə hamımıza çatan puldur da indi. Mən deyirəm yoldaşlar, mən də neft-qaz sektorunda işləmişəm, ona görə yaxşı bilirəm də bunu. Və bu 60 dolların 45 dollar o neftin çıxarılması xərcidir. Birincisi onu nəzərə alın. Çünki Azərbaycanda neft Səudi Ərəbistandakı kimi deyil. Onlar lapatka ilə qazırlar torpağı, orada neft çıxır. Bizdə isə gələ dənizin içində, dərində sən neft çıxarasan. Ona görə Azərbaycan neftin çıxarılmasının bir barelin qiyməti 40-45 dollar civarındadır. Deməli, səndə 60 dollara satılanda, indi özü ucuzlaşır, 15 dollar xalis mənfəətdən gəlir. Bu 15 dolların yarısı gedir xarici partnyorlara. Çünki onlar da investisiya eləyiblər, BP-si var, Lukoil var, filanı var. Yarısı gedir ona. Qalır 7,5 dollar bir barelə. Və 7,5 dollar bizim pulumuz deyil, axı bu gələcək nəsillərin puludur. Bu dövlət neft fonduna getməlidir və bu 7,5 dollar bareldən yarısı bizim gələcək nəsillərə ötürməlidir. Bu hamısı bizim deyil, bu xalqın sərvətidir, gələcək nəsillərin sərvəti də həmçinindir. Və sən indi 7,5 dollar gəlin ki, 4 dollara götürə biz bugün xərcləyə bilərik. İndi vur 400 min barelə günə, sən görəcəksən ki, 10 milyonluq əhaliyə çox da böyük bir qazanc da düşmür. Ona görə bizim yeganə ümidimiz Allahın bizə bəxş etdiyi sərvətlər deyil, bizim özümüzün etdiyimizdir. Bizim özümüz istehsal etdiyik mallar və xidmətlərdir. Biz bunu artırmalıyıq. Ona görə neft-qaz sektoru mən həmişə ürəyimdən çıxıram. Bu deyirəm, bu Allahın bizə bəxşidir. Onun hesabına biz yollar tikirik, yeni binalar tikirik, infrastruktur tikirik, qazlaşdırırıq, elektrik stansiyaları tikirik. Dövlət bu formada bunlarda idarə edir. Amma bu gecə tezi birincisi bitəcəkdir. İkincisi biz nə edirik ki, daha çox, daha məhsuldar olaq.